Sözün aslında Azərbaycanın Türkiye ve İsrail arasında vasitəçilik etməsi çox yaxşı bir işdir. Və bu vasitəçilik təbii ki, hər iki ölkəyə münasibətlərin bərpasına imkan verəcək. Əvvəlcə gəlin görək Türkiyə-İsrail münasibətləri nədən ibarətdir? Mən çox dərin tarixə getmək istəməzdim. Türkiyə-İsrail arasında münasibətlərin, İsrailin qurulduğu 1948-ci ildən bu yana Golda Meir'in, Hain Herzog'un vaxtından bu yana olan vaxtdan onu internetdən əldə etməyəm. Mən sadəcə 90-cı illərdən danışmaq istəyirəm. Bunu həm Türkiyədə, həm İsraildə həmən dönəmi Türkiyə-İsrail münasibətlərini qızıl əsr adlandırırlar. Çünki Suriya və İran və İraqdan olan təhdidlər fonunda Təl-Əvivlə Ankara arasında strateji olaraq tərəfdaşlıq vardı. Ha belə çox intensiv hərbi əməkdaşlıq vardı. Məsələn, Türkiyə Hərbi Hava Qüvvələrindəki F-4 təyyarələri İsraildə modernizasiya edilmişdi. Pilotlar birlikdə məşq edirdilər, kəşfiyyat məlumatları müştərək şəkildə istifadə olunurdu. Həmçinin İsrailin hava hücumundan müdafiə və pilotsuz uçan aparatlar Türkiye'ye ixrac olunurdu. Lakin 2002-ci ildən sonra Türkiye'də Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra İsrail və Türkiye arasında münasibətlər dərinləşməyə başladı. Burada məsələ nə idi? Cənab Rəcəb Tayyip Erdoğan Türkiye tarixində Necmettin Erbakan'dan sonra ikinci lider oldu ki, Türkiye'nin yönünü İslam dünyasına tuttu. Bundan başka Türkiye Fələstini dəstəkləməyə, daha aktiv dəstəkləməyə başladı. Həması dəstəkləməyə başladı. Bu Ankara'nın rəsmi siyasəti oldu. 2010-cu ildə xatırladım ki, Mavi Mərmərə məsələsi yaranmışdı. Yadınızdadır, o vaxt İsrail Qəzzaya indi də əslində blokada tətbiq edib, amma Mavi Mərmərə gəmisi bu blokadını yarmağa çalışdığı üçün İsrail xüsusi təyinatları bu gəmiyə endilər. Blokadada olan Qəzzaya yönələn gəminə olan 10 Türkiye vətəndaşını qətlə yetirdilər. Türkiye bundan sonra səfirini geri çağıldı və beləcə Türkiye ile İsrail arasında çox sərt qarşıdurma başlandı. 2016-2021-ci illərdə bir qədər yumşalma olmuşdu. Amma indiki münaqişənin kökləri daha ciddidir. Çünki Türkiye İsrail'i terörçü devlet adlandırır, İsrail rəhbərini hərbi cinayətkar adlandırır. Hə belə Türkiye Qəzza bölgəsinə, xüsusilə Həmasa humanitar və siyasi dəstək verir. İsrail də bunu özünün mövcudluğuna və varlığına bilavasitə təhdid kimi qiymətləndirir və Türkiye'nin terörü dəstəkləməkdə suçluyur. Bundan başqa unutmayaq ki, İsrail Türkiye'ye karşı Aralık Dənizində Yunanistan, Kipr ve Mısır'la birlikte enerji koalisiyası kurup söhbət nədən gedib? İsrail'in Aralık Dənizindəki böyük təbii qaz kondensat yataqları olan Leviathan ve Afrodita yataqlarından gedir. Türkiye belə bir koalisiyasını tədric cəhdi elan edib və bildirir ki, İsrail Aralık Dənizində Türkiye ile dəniz sərhədlərində münaqişə yaratmaq istəyir. Ondan başqa məlumdur ki, bu Polişinel sirridir. Yəni hamı dedikdə bir qədər pafoslu səslənir. Bu problematikayla məşğul olan ekspertlər və ümumiyyətlə adi vətəndaşlar da bilirlər ki, İsrail terörçü PKK təşkilatı ilə yanaşı İraqın şimalında və Suriyanın şimalında Kürtləri dəstəkləyir. Ələl xüsusda PKK'nın Suriyanın şimalında yaratdığı YPG, PYD, PYJ, YPJ kimi terör qruplaşmalarını İsrail birbaşa dəstəkləyir, maliyyə dəstəyi verir, silah verir, texnika verir, təlimlər keçir və s. Bundan başqa ötən il İsrailin pilotsuz uçan təyyarələri, yəni PUA'ları Suriyanın şimalında bilavasitə Türkiye sərhədinin yaxınlıqlarında qeydə alınmışdı olan uçuşları. Və indiki situasiyada geosiyasi perspektivə baxsaq, bunun 3 variantı var. Birinci variant hadisələrin bundan sonra ağırlaşmasıdır. Türkiye Qəzzaya və Fələstinə ümumiyyətlə yönəltdiyi dəstəyi daha da artıracaq. İsrail Türkiye'nin bu variantda terörün sponsoru elan edə bilər və Suriyada, xüsusilə də Suriyanın İsrail'lə sərhəd bölgələrində və Livanda bir sıra
obyektlərə hücumları davam etdirə bilər. Söhbət burada Suriyada olan T4 Tayas bazasına İsrail hücumunun təkrarlanmasından gedir. Xatırladım ki, həmən hücumda Türkiyənin 3 vətəndaşı həlak olub. Türkiyə T4 bazasında özünün yeni hərbi bazasını yaradacağını, hava hücumundan müdafiə sistemlərini orada yerləşdirəcəyini və Suriya səmasını İsrail üçün qapayacağını bildirir. İkinci variant danışıqlardır. Təxminən bu da 2026-cı ilə qədər davam edə bilər. Danışıqların ilkin mərhələsi Bakıda başlayıb. Hələlik bunu uğursuzluq kimi dəyərləndirir hər iki tərəf, amma bu belə deyil. Danışıqlarda uğursuzluq ümumiyyətlə olmur. Əgər danışıqlar masası varsa, deməli bu artıq uğurdur. Amma bir açıqlama gəldi İsrailin Müdafiə Nazirliyindən ki, təmasların davam etdirilməsi qərarı alınıb. Bu artıq o demək deyilmi ki, Elçin bəy, yəni sizin sözünüzə qüvvət? Yəni təmaslar davam eləyəcək, yəni impulslar müsbətdir. Yox, İsrailin başqa çıxış yolu yoxdur. Bilirsiniz, İsrail istədiyi qədər Türkiyəni hədələyə bilər, İsrail istədiyi qədər nəsə deyə bilər. İsrailin güvəndiyi Amerika Birləşmiş Ştatlarıdır. Yəni özünün böyük qardaşı dediyi, əslində sahibi və ağası olan bir ölkədir. Amerika Birləşmiş Ştatları həmişə, hər zaman, hər məsələdə İsrailə dəstək olub. İsrail də indi də həmən dəstəyə güvənir. Amma İsrail ciddi, çox ciddi bir səhvə yol verir. İsrail unudur ki, birincisi Türkiyə onu əzib keçər. Türkiyə ilə zarafat eləmək olmaz. Türkiyənin səbri çox böyükdür. Amma Türkiyəni ilə təhdid dilində danışanlar indiyə kimi xeyir tapmayıb. Təşkilat olsun, qrup olsun, dövlət olsun, heç bir dəxli yox. İsrail nədənsə Suriyanı özünün təsir dairəsi sayır. Bu da çox yanlışdır. Suriyanın taleyini ancaq və ancaq Suriyalılar müəyyənləşdirə bilər. İsrailin heç bir hüququ yoxdur ki, Suriyada nəsə desin. Biz belə bir situasiyada nə etməliyik? Bizə qalan iki dövləti barışdırmaqdır. Çünki İsrail bizim strateji tərəfdaşımızdır, dostumuzdur. Ən çətin vaxtlarımızda həmişə yanımızda olub və belə də var, belə də olacaq. Türkiyə isə bizim qardaşımızdır. Türkiyənin biz bir millətik. Türkiyə üçün bilirsiniz, hər şey öz adından demək lazım. Türkiyəyə yaxşı olan bizə yaxşıdır. Dəxli yoxdur Türkiyə nəyə yaxşı sayır. Türkiyə pis olan bizə pisdir. Vəssalam. Bu formul işləkdir və həmişə də işlək olacaq. Çünki Türkiyə ilə Azərbaycan arasında hər hansı bir toxumlar səpmək istəyənlər tək Azərbaycanda deyil. Səmərqənddə Avropa İttifaqı və Türk Milli Dövlətləri, Mərkəzi Asiya dövlətlərinin toplantısı keçirildi. Həmən toplantıdan həm Türkiyə mediası, həm Azərbaycan mediası toplantı ərəfəsində, toplantı zamanı, toplantıdan 1-2 gün sonra Milli dövlətlərin böyük uğurudur. Avropa İttifaqı 12,3 milyard avro pul verəcək və s. və s. Hətta Azərbaycanda bəzi ekspertlər, həmkarlarım və analitiklər dedilər ki, burada Azərbaycansız mümkün deyil və s. və s. Belə deyil.